Yasin. Axırdakı nun hərfini izhar edirik və burunda deyirik. Vəl-Qur'anil Hakim. Bir də oxuyuram. Vəl-Qur'anil Hakim. Vəl-Qur'ani dedikdə zəf hərfinin məxrəci dodaqlar qönçələnir və və deyilir. Və burada ləmin sükununu eləyirik, saxlayırıq. Vəl-Qur'anil Hakim. Burada ləmi saxlayırıq, sonra keçirik qur kəlməsinə. Vəl-Qur. Burada qur dedikdə qaf hərfinin məxrəci dediyimiz kimi qaf hərfinin məxrəci dilin sonu və dilçəyin başlanğıcındadır. Ra hərfinin məxrəci isə demək dilimiz yuxarı üst dişin altında olan ətə dəyir və qalın şəkildə deyirik. Vəl-Qur'anil Qur'ə məd var. Burada iki səs qədər qaldırırıq. Vəl-Qur'anil nil ləmi incə deyirik. Nil Hakim. Hakim dedikdə ayə sona çatır. Ki burada 4 hərəkə miqdarında uzadırıq və mim hərfində izhar edirik. Ağız yumulur və mim hərfi dodaq hərfidir. Bir də oxuyuram. Vəl-Qur'anil